Allaha dua eləməklə, tam içəridən, səmimi dua eləməklə həyatda hər şey əldə eləmək olursa, Mən eləmişəm. tamam da, əgər olursa, mən də milyardlar istəyirəm. Mən əgər səhərdən axşama, mən səmimi istəyirəm, həqiqətən istəyirəm. Addım da atmaq lazımdır axı. İndi bu ya Allahdan asılıdır, ya məndən asılıdır. İkisindən biridir də. Allahdan istəyirsən, amma oturub Amma sonra gəlib özümə meditasiya pozisiyasında oturub ay Allah hər şey mənə gəlsin. Necə gəlsin? Başıma töksünlərmi? Sən durub çıxmalısan da çölə. Yox, bax, eləsə ki, mən iPhone istəyirəm. Gəlirəm atama deyirəm ki, ata iPhone istəyirəm. O da deyir ki, get özün al. Mən də gedirəm işləyirəm gecə gündüz özümə iPhone alıram. İndi bu atamın orada nə şey oldu, rol oldu ki? İstədiyi bir şey çata bilmir ki. O qədər Və yaxud istəyirəm ala bilmirəm, atam da almır. O işləməz axı. Mənim görə bir şey sənə nəsib deyirsə Allah o qədər o yollara daş qoyur. Niyə olmayıbmı? Bir şey istəmirsiniz amma olmur. Getdikcə olmur. Dirəşmək lazım deyil. Deməli o sənin Deməli Allah deyil. kömək eləyə bilmir, amma mane ola bilir. Xeyr, mənə kömək də olur, lazım olan yerdən də qoruyur. Toğrul. O kömək necə köməkdir ki, hərdən işləyir, hərdən işləmir və biz də bilmirik ki, niyə işləmir. Həmişə işləyir. Bir şey var ki, sənə xeyirli deyilsə, oradan səni saxlayacaq. Hə, deyəcək telefon radiasiyası var, sən narahat, onsa almıram.